Semişka insanı kökəldir. Bəli, mümkündür. Semişka insanı kökəldə bilər. Çoxlu miqdarda istifadə edildikdə. Bilirsiniz, hansı qidanın insanı kökəldə bilmək şansı var? Tərkibində olan kalori miqdarı çox olan qidalar. Bax, məsəl üçün, semişkanı götürək də, günəbaxan tumundan söhbət gedir. Günəbaxan tumu ilə də paralel balqabaq tumu da ola bilər. Yəni, tumlu bitkilərdən söhbət gedir. Kətan toxumu ola bilər. Bunların içərisində kalori çoxdur. Niyə çoxdur? Çünki yağ çoxdur. Yağ ən kalorili nutriyentdir. Semişkanın tərkibində demək olar ki, 450, 500, hətta bəzi növləri var ki, 520-550-yə qədər tərkibindəki kalori miqdarı qalxa bilər. İndi təsəvvürünüzə gətirin. Deyirik ki, məsəl üçün, xiyar məni arıqlatdı və yaxud da ki, semişka məni kökəltdi. Əlbəttə ki, xiyarın 100 qramında 16-24 kalori var, semişkanın 100 qramında 500 kalori var. 500 hara, 24 hara. Toxum və yaxud da ki, tumlu bitkilərin tərkibində həmişə daha çox enerji, kalori var. Həmin enerjini də qəbul eləyib istifadə etməyəndə nə olur? Bədənimizdə toplanır. Bu da oradan yola çıxaraq filan deməli məhsul məni kökəltdi olur. Əslində filan məhsul sizi kökəltmir. Həmin məhsuldan enerjini qəbul eləyib istifadə etməmək sizi kökəldir. Belə.